baltanı itilə. Günlərin bir günü iki odunçu meşədə ağac kəsirdi. Onlardan biri ağac kəsməyə səhər tezdən hamıdan əvvəl başlayırdı. O dayanmadan işləyir, dincəlmir, hətta günorta yeməyinə belə çox az vaxt ayırırdı. Digər odunçu axşam olanda evinə getsə də, o kəsim işinə ara vermir, gecəyə qədər işləyirdi. Onun çoxlu ağac kəsib yığmaqdan başqa fikri yox idi. O biri odunçu isə ara bir dincəlir, günorta oldu mu qarnını doyururdu. Axşam olan kimi də evinə gedib dincəlirdi. Beləcə bir neçə gün keçdi. Onlar işi başa vurdular. Nəhayət kəsdikləri odunları ayrı-ayrı üst-üstə qaladılar. Nəticəyə baxıb hər ikisi də təəccübləndi. İkinci odunçunun doğradığı odunlar gecə-gündüz işləyən odunçunun kəsdiklərindən 2 qat çox idi. Çox işləyən odunçu təəccüblə: "Başa düşmürəm, bu necə ola bilər?" dedi. "Axı mən səndən daha çox işləyirdim. Hətta gecəyə qədər qalıb odun doğruyurdum." O biri odunçu təbəssüm edib dedi: "Əslində düz deyirsən. Sən bütün günü dayanmadan işləyirdin. Çox ağac kəsib doğramaqdan başqa heç nə fikirləşmirdin. Mən isə ara bir dincəlirdim. Dincəldiyim vaxtda da baltamı itiləyirdim. Daha səmərəli işləmək üçün güc yığırdım. Çünki bilirdim ki, daha çox ağac kəsə bilmək üçün baltamı tez-tez itiləməliyəm. Ara bir dincəlib güc toplamalıyam. Balta iti oldu mu, az əməklə çox iş görmək mümkün olur."